Dərdinizi kimə danışacağınızı bilmirsiniz, son çarə şikayətinizi sosial media hesabınızda paylaşmaqda. Diqqətli olun, çünki növbəti dəfə hədəfdə siz ola bilərsiniz. Bugünkü mövzumuz üzr videolarıdır. Əgər siz də sosial şəbəkələrdə etdiyi hərəkətə görə peşmançılıq ifadə edib, ardınca da prezidentə tərif yağdıran adamların videoları ilə qarşılaşmısınızsa, deməli mövzuya yad deyilsiniz. Bu da nümunə. Mingəçevirin yaşayışı çox gözəldir, cəmaatı çox gözəl yaşayır, iş güc var. Allah'a min şükür olsun. Allah cənab prezidentimizi qorusun inşallah. Əsəbləşmişdim deyin onun üçün də başı. Prezidentimizə də, onun ölkəmizə də mən özləri təşəkkürümü bildirirəm. Bu videoların hər ikisi bu ilin aprelində sosial şəbəkələrdə paylaşılıb. Qətiyyətlə problemsizlikdən bəhs edən bu iki şəxsin bir ortaq cəhəti də daha əvvəl şikayət videoları paylaşmaqlarıdır. Məsələn, Mingəçevir sakininin bu şikayət videosu paylaşıldıqdan bir neçə gün sonra silinir və yenisi paylaşılır. Yeni videoda o əvvəl dediklərini təkzib edir, Mingəçevirdə hər şeyin qaydasında olduğunu söyləyir, ölkə başçısı və icra nümayəndəsinə təriflər deyir. Saat 9 obyekti bağladım. Məcbur. And olsun Allah. Belə bir biabırçılıq yoxdur. Bugün ayın 17-si aprel bir illicində yoxdur. Şəhərdə, Mingəçevir şəhəri, bax Bakını sonra deyəsi ki, Bakı belə Bakı, millət Bakı yaxlaşır. Bax, yol var. Magistral Heydər Əliyev prospektidir bura. Heydər Əliyev prospektində bir dənə maşın, bir dənə vita keçir. Nə yaxşı Allah. Eləcə də Cəbrayılda köçürüldüyü evin keyfiyyətindən narazı olan sakinin sosial media hesabında etiraz videosu paylaşıldıqdan bircə gün sonra onun yeni videosu yayılır. Narazı sakin bu dəfə heç kəsdən şikayətinin olmadığını, gördüyü işdən peşman olduğunu söyləyir. Kişilərin evləri bax budur. Bax buna ha. Bax budur. Qaçınlara verir. Əsəbləşmişdim deyin onun üçün də başı. Prezidentimizə də, onun ölkəmizə də mən özləri təşəkkürümü bildirirəm. İnsanların bu şəkildə məcburi etiraflara cəlb edilməsi yeni praktika deyil. Belə ki, qədim dövrlərdə etiraf ən əsas sübut sayılırdı. İnsanlar çox vaxt işgəncə ilə etiraf etməyə məcbur edilirdi. Zaman məcburi etirafların şəklini dəyişsə də mahiyyətini dəyişməyib. Biraz müasirləşdirib, üzr videolarına çevirib. Məqsəd isə eynidir: itaət yaratmaq və güc göstərmək. Dövlətin bir cəza alçaltma yoluyla, şəxsi alçaltma yoluyla, şəxsi ictimai olaraq nüfuzdan, etibardan salmaq yoluyla, hədə və təzyiq vasitəsilə şəxsi cəzalandırmaq üsulu kimi istifadə edilir. Bu həm fərdi cəzalandırmaq, təhdid mesajı göndərmək məqsədi daşıyır ki, başqa insanlar da ictimai olaraq dövlət tərəfindən bəyənilməyən həmin davranışı təkrarlamasınlar. Müasir məhkəmə sistemləri məcburi etiraf adlı qəddar praktikaya son qoymalı idi. Lakin avtoritar hökumətlər onun üçün yeni istifadə yolları tapdılar. Məcburi etiraflar daha çox Çin, Rusiya, Belarus, İran kimi avtoritar ölkələrdə jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı istifadə olunur. Nümunələr arasında İran hökumətini tənqid edən jurnalist Ruhullah Zamın işi xüsusilə diqqəti çəkir. Zam həbs olunandan qısa müddət sonra İran Dövlət Televiziyası onun avtomobildə gözləri bağlı şəkildə üzr istədiyi videonu yaymışdı. O, bu videoda İrandan başqa hökumətlərə etibar etməyin səhv olduğunu söyləyirdi. Bu videodan sonra jurnalist edam edilmişdi. Üzr videolarından ən səs-küylü olanlardan biri də Belaruslu tənqidçi jurnalist Roman Protaseviçə aiddir. O, 2021-ci ildə Nexta Telegram kanalında yayımlanan tənqidi materialından sonra qaçırılaraq ölkəsindən gətirilmiş, dövlət televiziyasında yayımlanan 90 dəqiqəlik videoda göz yaşları içərisində ölkə prezidenti Aleksandr Lukashenkon'u tərifləmişdi. Nümunələrdən göründüyü kimi üzr videoları əsasən fəaliyyəti tənqid etmək olan şəxslərə tətbiq edilib və edilir. Amma Azərbaycanda bunun limiti yoxdur. Hər kəs hədəfə tuş gələ bilər. İctimai fiqur da, evinin keyfiyyətindən narazı olan sakin də, işsizlikdən gileylənən kiçik sahibkardır. Bəs bu tip videoların gerçək və ya saxta olduğu kənardan necə hiss olunur? Burada etiraf edən şəxs əsasən monoton və rəsmi danışır. Qulağa şəxsin öz dili kimi yox, yazılmış mətnin əzbəri kimi dəyir. Bədən dili gərgin, mimika zəif və donuq görünür. Hüquqşünas Emin Abbasov deyir ki, hakimiyyət artıq illərdir bu vasitədən istifadə etdiyi üçün xalq bunun gerçəkliyi payına inanmır və hökumət də bunun fərqindədir. Məsələdir ki, hüququn aliliyinin
işləmədiyi, demokratik olmayan ölkələrdə dövlət heç bir şəkildə fərqli, alternativ, tənqidi fikirlərə dözümlü olmur. Çünki o, necə deyərlər, legitim olaraq gücünü cəmiyyətin səsindən, fərdlərdən almır. Bütün qapıları insanların hüquq haqlarını müdafiə baxımından, bütün qapıların insanların üzünə bağlanması daha böyük dağıdıcı davranış və ya da ki, siyasət təsəvvür edə bilmirəm. Bir zamanlar Azərbaycanda müstəqil medialar ən ucqar kəndlərə belə çatıb vətəndaşların səsi ola bilirdi. Ən yaxşı halda problemlər həll olunur, ən pis halda heç nə dəyişməsə belə insanlara özlərini ifadə etmə haqqı verirdi. 2023-cü ildən bu yana ölkədə müstəqil media jurnalistlərinə qarşı repressiyalar əslində həqiqəti susturmağa hədəflənmişdi. Amma əgər hər kəsin həqiqəti çatdıracaq sosial mediası vardısa, bu mümkünsüz idi. Azərbaycan hökuməti görünür, yavaş-yavaş bunu da mümkün etməyə çalışır. Yəni hər an hamınız hədəfdə ola bilərsiniz.